Əslində, əziz qardaşlar, fədək mövzusu özü-özlüyündə məqsud deyil. Yəni, rafizilərin bu mövzunu qaldırmağında səbəb başqa bir şeydir. Burada söhbət nə Fatimədir, nə fədəkdir, nə başqa şey. Hədəf, məqsəd, qayə Abu Bakrı vurmaqdır. Rafizilərin fədək mövzusunda yanğısı, dərdi birdir. O da Abu Bakrdır. Abu Bakrı vurmaq üçün fədək mövzusundan istifadə ediblər. Bu mövzu altında sahabə Abu Bakra istədiyi sözü deyiblər. Abu Bakr Fatiməni qəzəbləndirdi, Fatiməni qəzəbləndirən Peyğəmbəri qəzəbləndirir, Peyğəmbəri qəzəbləndirən Allahı qəzəbləndirmiş olur. Nəticədə Abu Bakr Allahın düşmənidir. Bu onların etiqadıdır. Abu Bakr kafirdir. Ona görə deyirəm ki, rafizilərə görə fədək mövzusunda məqsəd Abu Bakrı vurmaqdır. Yoxsa orada başqa şeylər elə də mühüm, elə də önəmli deyil.